Salam aleyküm əziz və hörmətli dostlar, xoş gördük. Umarım hər yerdə siz, hər vəziyyətdə siz yaxşı olasınız. Amma mən xahiş eləyəcəm ki, sağlığınıza diqqətli olun. Bu məhərrəm məsələlərinə qatılanlarla gəlcid eləməyin. Baxın, mən bilmirəm kim bu fikri bizə soxubdur ki, bizim beynimizə soxublar ki, hər kəs İmam Hüseynə ağlasa, hər kəs əzadarlıq eləsə, günahı bağışlanar, ya bir şey olar, ya olmaz. Heç birisi deyil. Həzrəti Məhəmməd ki, onun babasıdır. Belə bir gücü yoxdur. Baxın, adamlar bir tarixdə nənədən olublar da. Bir tarixdə də öləcəklər. Və ölüblər deyəcəkdir. Heç kəs dünyada qalmayıb, heç kəsi qalmayacaqdır. Bunun üçün bir insanları fövqi bəşər görsətmək və onlar üçün belə öz başından çıxmaq sadəcə mal, daraya, sirvət və canların hədərə verməkdə. Hər halda bu günlərdə nəzərə gəlir ki, birlikdə insanlar, baxın, qədim molluğa, bunu deyim, cümləmi təkmil edeyim, sonra onu deyim. Birlikdə insanlar öz ciblərinin mənfəəti üçün deyirlər, gəlin biz əzadarlıq eləyək, olmasa olmaz. Baxın, onlar hər gecə ki, çıxırlar, orada rafimalıq edirlər, neçə milyon tümən pul alırlar. Yəni, bəziləri eşitdiyimizə görə milyard alırlar. Yəni, Sipah pasdarandı, furandı, bəhmandı, deyir, bizə bu adamlar lazımdır, çıxalar Aşura günü, çıxalar, məhərrəmdə çıxalar eşiyə, sən də ged orada onları həyəcana gətir, bir-iki dana da mərdumi şeir oxucuyla ki, desinlər, bu da millətin tərəfindən danışdı. Ağa, sən millətin tərəfindən, niyə biz millətin tərəfindən danışırıq, bizi hesaba qoymurlar? Çünki biz hökumətin adamı deyilik, biz hökumətdən pul alıb danışmırıq ki, hökumət dalımızda dursun. Niyə Əlirza Fərşini, niyə Abbas Lisanini, niyə Həsəni, Hüseyni, Kazımı ki, millətin dilini danışırlar, onları tuturlar, salırlar zindana, onlara pul vermirlər. Amma bu Nohə xan ki, gələcəkdir, neçə minlər nəfəri aludə eləyəcəkdir. Bu xəstəliğə qatışdıracaq, bu mərisliğə qatışdıracaq, qurban verəcəkdir. Nə var, ağa gedəcəkdir, 1 milyard, 2 milyard tümən oradan alacaqdır, bir il yiyəcəkdir. O şey ki, deyirdim. Baxın, qədimdən bu bir mollalar qədim dövlət istihdam eləmirdi. Yəni, tarix boyu mollalar o zamandan ki var. Tarix boyu dediyim 1000 il bundan qabaqdan deyil. Mollalar çox taza bir şeydir, mollalıq. Öncələrdə dinçilər var idi, alimlər var idi. Bunlar alimlər də gedərdilər, bir yerdə dərs oxurdular, adı məktəbi idi. Hovzi elmiyyə deyildi adı. Gedərdilər orada dərs oxuyardılar. Ya bir də yerlərdə hər halda adları var idi özünə görə, məktəb də deyildi. Orada gedərdilər, dərs oxuyardılar və işləri olardı. Biri döktür olardı, biri mühəndis olardı, biri o zamanın mühəndisi, o zamanın döktürü. Biri gedərdi bazarda qızılçılıq dükan açardı, biri gedərdi bəqqal olardı, biri gedərdi nəccar olardı, biri bənna olardı. Hərə bir işdə işlərdi. Axşamdan da axşama, nahardan da nahara, səhərdən də səhərə gedərdi, məsciddə namazını qılardı. Həftədə bir dəfədə moizə elərdi. Adı moizə idi. Yəni, nəsihət verərdi insanlara. Ondan sonra, indiki nə mən oldu? Əsən ağlatmaq yox idi. İndi nədir? Adam, onda hər kəsənin özünün gəliri var idi. Sonraki Riza Şahdan sonra Şiəlik panfarsizm üzünə geçdi və gətirdilər, əlbəttə, yəni siyasi olaraq panfarsizm iş üzrə gəldi. Məzhəb də ki, tarixən, Şiə məzhəbi tarixən panfarsizm idi, o da gəldi siyasətin qanadının altına, Qum şəhərində toplandı. Ondan sonra mollalar mədrəsədən Hovzi elmiyyə Qum açdılar. Adını qoydular elmiyyə, o halda ki, elmiyyə deyir, fiqhiyyət əslində. Yəni, fiqhdir. Elminlə fiqhin fərqi var. Elmidə bu günləri bir şeyi deyərsiniz, sabah görərsiniz, yalandır. Onun tərsəsini yazarsınız. Amma siz fiqhidə bu işi görənməzsiniz. Fiqhidə 400 il bundan qabaq bir molla bir kitab yazıbdır. Bu günləri onu oxuyacaqsan, o dediklarını da deyəcəksən. Tutardı getdi. Bunun üçün
Mollalar ki, indi mədrəsədən çıxdılar Rıza Şahdan bu üzə, burasını deyirdim Rıza Şahdan. Rıza Şahdan bu üzə ki, mollalar mədrəsələrdən çıxdılar, yəni fiqhiyyə mədrəsələrindən çıxdılar və camidiyyə mədrəsələrindən, camilərdən yox, camidiyyə, dondurucu mədrəsələrdən çıxdılar. Bunları dövlət işi almırdı. Özlərinin də, üzü istəyirəm, qeyrətləri yoxdur, gedirlər, bəqqal-çəqqallıq eləyələr, zəməkələr, buğdaşələr, bənnalıq, fəhləlıq eləyələr, axşam da gəlirlər, deyərlər, mənim eşqim də dinədir, gedəcəyəm, oturam orada. Məsələn, dində bir şey danışacağım. Həftədə bir gün, ya 2 gün, ya 3 gün, ya 5 gün. Nə inirdilər? Bunlar ili başa-baş gözlürdülər ki, məhərrəm olsun. Məhərrəm olanda, o mollalar ki, bunlara dərs vermişlər, onlar deyirlər, gedin, indi məsələn Qumdan, məsələn Təbrizdən, məsələn hər şəhrin özünə görə bir hovzə-i fiqhiyyə camidiyyə var idi. Oradan deyirlər, sən get filan kəndə, sən get filan kəndə, sən get filan kəndə. Gedirdilər, o 40 günü orada deyəcəkdilər, ağladacaqdılar. Ağlatmasaydılar, pul alanmazdılar. Yalan deməsəydilər, pul alanmazdılar. Ora ağladacaqdılar, deyəcəkdilər. Sonra 40 gündən sonra yeməxlarının, bir ilini, yeməxlarını alacaqdılar, vuracaqlar atların, eşşəklərin daşqasına, ya dalısına çatacaqlar, getirəcəklər, tökəcəklər arvad uşaqlarının qabağına. Dəqiqən həman işi indi Nohəxanların da işi elə buydu. Nohəxanlar da pul qazanardı. İndi də dəqiqən həmandır. Ağa, adam gəlir, mən Təbrizdə xiyabanlara çıxmasaz, mən Hüseynə gözüm ağlamasa kör olar. Olan sənin gözün kör olsun 10 dəfə, sən ölgünən 100 dəfə. Xalqı çıxadıb ora, lüt eləyiblər, salıblar bir-birinin canına. Ya Allah, indi sabah bir gün burada minlər nəfər öləcəkdir. Kim bunun vəbalını alacaq boynuna? Kim cavab verəcək ki, mən bunları niyə öldürdüm? Heç zat İmam Hüseyin yolunda olublar, behişdə gedəcək. Bunların biri behişdə getməz. Əvvələn behişt olsa, behişdə getməz. Behişt olmasa ki, indidən cəhənnəmə getdilər. Çünki ölmək özü cəhənnəmdir. Ölmək özü cəhənnəmdir. Hələ gözləyək ki, o dünyada bizə, biz bu dünyada cəhənnəmdə yaşırıq. O dünyada cəhənnəmə ehtiyac yoxdur. Elə ki, öldükcə edəcək cəhənnəm. Necə ki, sən gedirsən, əmdən özü, Hüseyin neçə min kilometr yol getdi ki, ölməsin, ölümdən qaçdı. Sən gedirsən orada mərisılığa verirsən, millətin malın, sərvətin verirsən mərisılığa, getirirsən, tökürsən xalqın arvad uşağını, öldürəcəksən, məriz elətdirəcəksən ki, mən Hüseyni ağladıram ki, pul qazanam. Siz puldan ötürü bu millət xəstəliğə dəvət edirsiniz. Hüseyn eşqi yoxdur bu millətdə. Bu millətin birində Hüseyn eşqi yoxdur. Dəstə başlarından tutun yap aşağıyacan. Əraq içsən, qumarbaz, arvatbaz, fahişəbaz. İçində demirəm, bəlkə olar 3-5 nəfər. Amma 3-5 nəfər. Bu dəstələrdə, bu şəxsiylərdə siz birdən adam tapanmazsınız ki, Allahdan ötürü, Hüseyndən ötürü gedir. Allahdan ötürü gedirsən, Allah səni hər yerdə götürür. Get girən evin bir otağında özü orada ağla. Hüseynə, vay, Hüseyndə ağla. Allah səni Hüseynə ötürü gedirsən, deyirsən, inanırsan ki, Hüseyn diridir. Hüseyn səni görür, səni bir belə şey eləyəcək. Get girən evin bir quşəsində otur, Hüseyndən ötürü nə eləyirsən, elə. Sən Hüseyni bir iqtisad yolu eləmə. Sənin geçinəcək yolun Hüseyn olubdur. Sən oradan bir neçə dənə əyyaşlıq, taza əyyaşlıq nöqtələri axtarırsan, siğə axtarırsan, nəməni axtarırsan, səsivi görsədəsən, fulanı görsədəsən. Gedin özünüzə bir tükan açın, özünüzü, ağlınızı, yaşamınızı, canınızı verməyin. Pul dalısı can gedib, pul qazanların dalısına. Onlar pul qazanırlar, siz də gedirsiniz xəstəliği, mərisliği alırsınız, getirirsiniz canınıza, arvadınıza, uşağınıza, nənəzə, dədəzə, bacıza, qardaşınıza verirsiniz və xidmət edirsiniz arvad uşağınıza. Olan bu nə eşqidir? Hər halda kitabımızı oxuyaq. Türkçülüyün əsasları 47-ci səhifəni oxuruq, yazan Ziya Kökü Alpıdır. Mən bəzi məsələlərə nəzərimi bildirmirəm. Dünənləri də bildirdim. Bundan bu üzə bildirməyəcəm. Buna görə ki, baxın, Sulduz məsələsi, ya Aşura məsələsi, ya bunlar mən qıssa danışdım, yetər. Çünki
ən sonunda bizi əl oyuncaq eləyiblər. Bizi oyuncaq eləyiblər, oyuncaq. Bizim milli mənfəətimiz budur ki, Kürdlər, Türklər, Ərəblər, Bəluçlar, Lorlar, Ciləşlər, Mazənilər, Qəşqaylar, Türkəmənlər, Ciləşlər, əl-ələ verək bu hakimiyyəti və İranı dağıdıq. İndi hər kəs ki, burada bizi bir-birimizə düşmən elir, baxın, biz onlarını əl oyuncaqlayıq. Məndən nayrahanda olursunuz, baxmayın, ağa, baxmayın, qulaq asmayın. 40 il sonra, 50 il sonra deyəcəksiniz ki, İnsaf Əli düzün deyil. O birisilər, o adamlar ki, siz təşviq edirlər, gəlin Kürdləri öldürək, gedək, Kürdləri də təşviq edirlər, gedin Türkləri öldürün, silahlısız, silahsızsız. 40 il, 50 il sonra görəcəksiniz ki, biz fəqət bir-birimizi öldürmüşük, bir-birimizdən düşmən olmuşuq, vəsətdə bir hakimiyyət qalıb da adı Cumhuriye İran. İndi ya İslamisi var, ya yoxdur. Amma bir dana İranlılıq var, bir dana panfarsislıq var. İndi siz, əziz dostlar, gedin onların, necə indi məhərrəmə çağırırlar, gəlin xiyabana, sizi çağırırlar Kürdün əleyhinə, Kürdün də qoluna əsləhəni veriblər sizin əleyhinizə. Kürd o əsləhəni hardan alır? Niyə o əsləhəni biz alamır? Onun pulun, baxın, hər əsləhənin bir pulu var. Onu bir qaçaq gətirmağın bir pulu var. Onun fişənginin bir pulu var. Onu örgəşmağın bir həzinəsi var. Onun işlətmağının bir həzinəsi var. Saxlamağının bir həzinəsi var. Niyə türklər bu işi görəmirlər? Çünki bir yerdən istəyirlər ki, bir davanı salalar. Ora silah verməlidirlər. Sipahi pasdaran, ittilaatın işi budur. Onları müsəlləh eləyə, sizin canınıza, siz də müsəlləh eləyə salonları, siz də müsəlləh olmayaraq, çünki sizə qorxular silah verərlər, siz türklərə silah versələr, İranda bir ustan tapanmazsınız, baxın, bir ustan tapanmazsınız ki, onun bir neçə faizi türk olmasın, demirəm %100'ü, amma bir neçə faizi türk olmasın, amma siz bir ustanlar taparsınız ki, orada 1% fars deyil, 1% Kürt deyil, 1% Ərəb deyil. Məsələn, 31 ustanın 28'ində Ərəb yoxdur. 31 ustanın 27'sində Kürt yoxdur. 31 ustanın heç olmasa 15'ində, 20'sində Farsın huzuru 1%, 2%, 3%, ən çoxu 4%'dir. Amma siz bir ustan tapanmışsınız ki, orada heç olmasa bir 3% Türk olmasın. Niyə sizə silahlandırmırlar? Çünki siz xətər olarsınız. Amma eyni halda oyuncaq olubsuz indi. İndi Türk milləti bir iddə siyasəti bilməyən, gizli siyasətləri bilməyən, çünki siyasət iki cürdür. Bir siyasət üstdür ki, siyasətsizlikdir. Yəni, məsələn, İran dövlətinin biz görürük ki, siyasəti yoxdur. Türkləri görürük, siyasətləri yoxdur. Bilmirlər neyini. Bu siyasətsizlik siyasətidir. Yəni, özün əvam kimi göstərir, özün ahmaq kimi göstərib yaşamaq siyasəti. Amma davam tapır hükümət. Hükümət davam tapır. 42 ildir, 41 ildir hükümət elir. Necə ki, bu siyasəti bilmir. Bir də gizli siyasət. O siyasət ki, siyasətsizliği idarə edir. Buna deyirlər gizli dövlət, gizli siyasət, stratejik mərkəzlər. Bizim Türk olaraq nə gizli siyasətimiz var, nə açıq siyasətimiz var, siyasətsizliyimiz var. Biz fiili halətdə oyuncaq. Mənim dediyim budur, qatışaq oyuncaq olmayaq. Deyək ki, burada böyük oyun kim oynur? Kürd ilə Türk burada hangi rolu oynurlar? Türk ilə Kürd burada başın qatışdırmaq oyunu oynurlar. Nədən başımızı qataşarlar? Əsli düşməni tanımayaq. Əsli, burada indi kim əsli faydanı götürür, kim əsli oyunu oynur, o gizli siyasəti yürütən panfarslar. İndi siz burada deyin ki, İnsaf Əli Türklərin tərəfdarı deyil, Kürdlərin tərəfdarı deyin. Söyüş verin. Qulaq asmayın. Mən də istəsəm, eləyə bilirəm, biraz bundan, ondan, seksidən, meksidən, nə bilim, həyəcanlı bir şeylərdən danışam, mən də falı veririk. Mənim təxəssüsüm budur.
Mənim təxəssüsüm budur. Mənim zati nənədən doğma yeteneğim budur. Ki adamları çox rahatca istədiyim qədər yığa bilirəm ətrafıma. Amma mən də oturum məsələn sizləri özümü ahmaq eləyim. Əvvəl özümü ahmaq eləyim, gətirmə şaya. Sonra sizləri ahmaq eləyim, özümdən çəkmə şaya. Mən belə bir cəsarət özümü vermirəm. Mən əvvələn cəsarət eləmirəm, özümü ahmaq görsədəm. Yəni ahmaq istəmirəm. Mən istəyirəm siyasəti doğru biləm, doğru düşünəm, doğru görəm, doğru inanam, doğru rəftar edəyəm. Baxın, Xatəmi dövründə mən bir dana mesaj göndərdim Xatəmiyə. Dedim, siz gəlin islahatdan danışmayın. Siz gəlin siyasətdən danışmayın. Siz gəlin Dəbiristanlarda, rahnımayı mədrəsələrində və uşaqlar qoyduğunuz mədrəsələrdə islahatın payaların, bünövrələrin bu uşaqlara örgədir. Bu uşaqlar 4 ildən sonra, 8 ildən sonra, 10 ildən sonra danışqahları dolduracaqlar və danışqahlardan sonra da, və danışqahları da dedim əlbəttə, beləsi eləyin, 4 ildən sonra bunlar idarələri alacaqlar əllərinə. İstəyərlər, istəməyərlər, dövlət istəməyə bunun bədənəsi islahçı olsa, islah olacaq. Çünki mən sərbazçılıqda polisdə oldum. Məsələn deyirəm, bir dana pərvəndə gəlirdi, verirdilər mənim əlimə, mən də bazirəsi idim, yəni Nacada idim, yəni Nacanın, Niru İntizaminin lojistikinin bazirəsində idim. Məsələn, Zağənin qabağında ot tutubdu, ora get bax ki, filan yerdə kətlilərlə Niru İntizaminin Zağənin suyunun üstündə bir davalar var, get ona yetiş. Mən bu şikayətlərə yetişirdim ki, millətlə polis arasında ya polislə sərbazların arasında olan savaşlara yetişirdim. Əslində dadgah deyildik. Biz orada gedirdik, fəqət axtarırdıq şikayəti, tapırdıq, görürdük nədir. Yəni biz deyəndə mənim özümün vəzifəm buydu. Sonra onların əsasında yazırdım ki, filan kəs bu iddianı eləyir, o birisi bu iddianı eləyir, vəsətdə də dəlillər bunlardır. Mənim nəzərimə filan kəs budur, qanunda da bu cəzalar bunlara olubdur. Bu 10 dana cəzadan hansısını qanun səlah görürsə verə bilər. Mən bunu göndərirdim və onlar. İndi dəqiqən bunun, bu sistem işi, yəni dövlət istəyir bir iş görsün, deyir ki, ağa, mənə 4 dana nəzər verin. Çünki dövlət mütəxəssis olmaz. Dünyanın heç yerində dövlət mütəxəssis olmaz. Rəis cümhur mütəxəssis olmaz. Mütəxəssis olsun. Bir şeydə mütəxəssis olar. Bir şeydə. Hər şeydə mütəxəssis olmaz. Dünya, bir dana məmləkətin idarəsində də milyonlar məsələ vardı, milyonlar təxəssüsə ehtiyac var. Onun üçün dövlət başçısı deyər ki, mənə mütaliə eləyin, təhqiq eləyin, mənə nəticə gətirin, sonuc gətirin, sonuclarınızı görün. Onlar da mütaliə edirlər, sonuc gəlir və təklif gətirirlər. Bizim nəzərimizdə çıxış yolları budur. İndi mən sizə çıxış yolu deyəcəm. Günaz TV-də də illərdir, mən görürsünüz, xəbərdən çıxmışım. Əslən, mən xəbər də yazmıram. Əslən, diqqət buyursanız, illa ki, məsələn, mənim millətimin, türk millətinin zərərinə ya mənfəətinə bir mühüm hadisə ola, onu xəbər getirdim. Mən də təbii ki, Sulduz məsələsini xəbər olaraq yetirdim. Amma bir dana, 2 dana da onun üstündə çox işləmərəm. Çünki o önəm daşımır. O əslən önəm daşımır. Amma, məsələn, 8 aydır Günaz TV-də, 9 aya yaxındır. Mən brainwashing üstündə. Necə bizim beynimiz yuyulub da hər kəs bizi oynada bilir. Bunun üstündə işləyirəm. Niyə mən görmürəm bu? Niyə bunu görmürəm bu insanlar bunun üstündə işləyələr? Bizim aydınlarımız belə bunun üstündə işləmir. Ağa, necə olubdur? Biz bir millət olaraq 100 ildir bərdə olmuşuq və hala bərdəliğə devam edirik və onlar istədikləri kimi bizim əlimizə düdüllü verirlər, oynadırlar, çalırlar, biz oynuruq. Niyə? Çünki düşünmürlər hala. Mən tək düşünürəm, bəli, mən tək düşünürəm. Tək mən düşünürəm. İndi də bizim çıxış yolumuz türkçülüğü düşünməkdir. Elmi düşünməkdir. Novxaxan da yox. Kitabı oxumaqla. Dərin insanların fikrini oxumaqla. Dərin təcrübələrə diqqət eləməklə. Baxın, bu kitabda
Keçən 2 gündə mən bunu oxuduğum qədər Dəli Pietro Rusun şahı insanları döyə-döyə, dinlərin, məzhəblərin döyə-döyə bunları gətirdi. Adını dəli deyirlər. Çünki bu adam dedi, məmləkət dalıya qalıb, millət dalıya qalıb, insanların beyni xarab olubdu. Bunları gözəl sözlərindən aparmaq olmaz qabağa. Bunları gərək fişar gətirəsən, bunları gərək ailə alar. Bunları gərək soxasan işləyərlər. İndi də dostlar, baxın, biz kitabları oxumalıyıq. Mən bunu deyəcəyəm, 100 ildən sonra bir gün bizim millətimizdən bir neçə nəfər ayılacaq. Ayılacaq, görəcək ki, İnsafəli düz deyirmiş. İnsafəli gəlib deyib ki, dünyada ədalət adında bir şey yoxdur. Tarix boyu ədalət qavramı, yəni məfhumu bu ildən gələn ilə dəyişibdir. Keçən 10 iləcən İranda ədalət adına məvaddı müxəddir satanları, çəkənləri, alanları, qaçırdanları edam edirdilər. İndi deyirlər, mərizçilikdə edam eləmirlər. Ədalət nə oldu? Dünənəcən hər kəs bir aftafa oğurlasaydı edam edirdilər, əlin kəsirdilər. İndi isə milyardolar oğurdular, işləri yoxdur. Nə oldu? Ədalət hara getdi? İnsafəlinin inancı zor, güc, qudrət. Zorun olsa, ədaləti tərif eləyəcəksən, soxacaqsan insanlarının, düşmənlərin boyun əydirəcəksən. Zorun olmazsa, ədaləti tərif edəcəklər, səni ona təslim elətdirəcəklər. Azərbaycanın yolu nədir? Budur ki, ədalət qavramına, hüquqi bəşər qavramına, demokrasiya, azadlığa, heç də əxlaqa, dinə düşünməyə. Əxlaq, din, hüquqi bəşər, demokrasi, azadlığı demirəm, azadlıq istisna ağzımdan çıxsa ya iştibahdır, səhvidir. Bəs əxlaq, din, demokrasi, hüquqi bəşər, ədalət. 5 dənə. Bunların hamısı Azərbaycanın, Türk millətinin və o birisi millətləri toğlamaq üçündür. Fərdi gücün olsa, ya milli gücün olsa, sən bunları tərif edərsən, o birisi adamlara qəbul elətdirərsən. Gücün olmazsa, sənə qəbul elətdirərlər. İndi sən Türk olaraq hansını seçirsən, seçkinin, əziz dostum. Məndən demək gəlir. Onun üçün, mən bu istikanda tufan qeyrillər, biz də onda qərq oluruq, ona qərq olmaq istəmirəm. Mənim düşüncəm kitabları oxumaqdır. Taza düşünmüşəm. Mən də 55 ildən sonra, 56-cı ilə keçəndən sonra düşünmüşəm ki, bizə yanlış kitablar oxudublar. Bunun üçün də bizim beynimiz yanlış yuyulublar. Daimən yuyulmaq halındadır. Bizim beynimizi daimən əsidlə yuyurlar. Yəni, əsidlə necə bir adamın üzünü yusən salim olar? Görün, bir dənə xanımın üzünə əsid atırlar, onu yuyurlar. Görün, o nə cür qiyafı? Bizim də beynimizi gündə əsidlə yuyurlar. Əsidlər haradadır? Ruznamələrdə, kitablarda, məcəllələrdə, veb-saytlarda, danışqahlarda, mədrəsələrdə, elmi adlanan kitablarda. Biz istəyək bu əsidi daha məsrəf eləməyək, daha işlətməyək, daha tükətməyək, məsrəfin türkçəsi tükətməyək, nə etməliyik? Oradan qaçmalıyıq, getməliyik. Kitabları içi türklər, türkçədə yazıblar. Türk mənafeyi üçün türk gözündən yazıblar. Onları türklər vardılar ki, türkçədə ziddi türk kitablar yazırlar. Avropanın düşüncələrini, Amerikanın düşüncələrini, Rusun düşüncələrini yazırlar. Biz onların dalısını getməməliyik. Biz türkçü, mən sadəcə bu adamın kitabından başladım. Təbii ki, bundan sonra da ayrı kitablar oxuyacaq, düşünək. Amma əvvəlcə elmi düşünək. Mən türkcədə elmi vacələr, sözlərin nə olduğunu bilmirəm. Bilmədiyim üçün mən bir dənə elmi kitabı necə oxuya bilirəm latin dilində? Oxuya bilmərəm. Əvvəl gərək tanışlaşam. Bunun üçün mən bu kitablarla saat qolay, rahat yazılmış kitablarla başlayıram, oxuram. Sonralarda sizlər, bizlər əl-ələ verək və dərinləşək. Hər halda bu qədər danlamaq keçsin məndən. 47-ci səhifəni oxuruq. Ziya Gökalpın türkçülüyün əsasları yazdığı kitab. Doğu mədəniyyəti, Badı mədəniyyəti ilə
uzlaşdırmağa çalışmaq, orta çağı son çağlarda yaşatmaq deməkdir. Deyir ki, Doğu mədəniyyətin, yəni Şərqin mədəniyyətin, bizim mədəniyyətimizi, Güney Azərbaycanın mədəniyyətin, Batı mədəniyyəti ilə Avropa, Amerika, Kanada, Avstraliya mədəniyyəti ilə uzlaşdırmaq, barışdırmaq, yola gətirmək, uzlaşdırmağa, yəni barışdırmağa çalışmaq, cəhd eləmək, çalışmaq, orta çağının qaranlıq yüzillərin, Grunewusta dedikləri, qaranlıq yüzillərin son çağlarda yaşatmaq deməkdir. Bu əsrdə, indi ki mən yaşıram, o zaman çalışmaq deməkdir. Yaşatmaq deməkdir. İstiruq, qaranlıq yüzillikləri indi yaşadaq. Dostum, mən dostların biri mənə telefon elədi. Dedi ki, üzr istəyirəm, o dostumuzun sözlərini deyəcəyəm, mənim inancım deyil. Dedi ki, bu millət eşcəh millətdir, düşünməməz millətdir. Bunları nə qədər desən, deyəndən sonra yenə gəlir qeydir ki, mən İraniyam, mən filanam, mən Bəhmanam, mən Şiəyəm, mən filanam. Mən bu cür inanmıram. Mən o dostumuza dedim ki, Fars dövləti 100 ildir. Bu millətin beyninə bir kanal açıb. Bir kanal yox, yüzlər, minlər kanal açıb. Kanallar nədən ibarətdir? Əsid tökür bizim zehnimizə. Kitablarda, mədrəsə kitablarında, danışqah kitablarında, müəllimlərin vasitəsilə, mollaların vasitəsilə, şiəliğin vasitəsilə, məcəllələrlə, ruznamələrlə, elmi adı ilə konferanslarla, işlə, işə istihdam eləməklə, işdən eşiyə salmaq qorxusuyla daimən bizim beynimizi yuyur. Bizim beynimizə daimən bomb qoyur, partladır. Hər nə ki millətçilik, vətənçilik, insançılığımıza ilgilidir, onları partladır, yerinə o fikirlərini soxur. Dedim ki, sən və mən, baxın, indi siz ki burada yazırsınız, Suriyə məğzi olayı çox millət ayılmır. Bu sözə cavab verirəm. Sizlə mən onların neçə radyosu İranda, neçə radyo, Fars radyosu eşikdə, neçə radyosu televizyonu içəridə, neçə radyo televizyonu eşikdə, neçə radyo, neçə məcəllələri var, neçə televizyonlar var, neçə İranda, neçə Fars dilində, ya iki dilli, Fars və Türk dilində, neçə elm adında, coç adında, güldürmə adında, təfrih adında, vərziş adında, futbol adında imkanları var, daimən sizi, beyninizi yuyurlar. Siz və mən gündə neçə qətrə damızdırırıq bu millətin bəzilərinin beyninə. Neçə damcı, damla, damladan danışıram. Onlar kanal açıblar. Siz və mən gündə neçə damla bu millətin beyninə salmağa çalışırıq. Neçə nəfərin, millətin yox, onların radio var, televizyon var, ruznamələr var, məcəllələr var, müəllimlər var, mədrəsələr var, kitablar var, coşlar var, vərzişgahlar var, müsabiqələr var, mollası var, umması var, Nuhəxanı var, xiyabana çıxartmağı var, pulu var, sərmayəsi var. Onlar daima bu işin sizlə mən ki, istiruq bir millətə ayıldaq. Əvvələn özümüzə ayılmışıq, yoxsa yuxu görürük. Çünki biz ola bilər aydınlıq adına onların sözlərini danışaq. Hər vaxt biz onların tərsəsini düşündük və tərsəsini danışdıq. Onda biz ayılmış olarıq. Ondan sonraki ayıldıq tazə görək özümüz kim? İndi mən o mərhələdəyim. 50 ildən sonra bu mərhələdəyim ki, biz kimuq? Türk dediğin insan necə düşünməli, necə görməli, necə rəftar eləməlidir? Ondan sonra ki, mən ayıldım və düşündüm ki, mən örgəşdim ki, bir 5 il çəkər mən örgəşəm ki, kiməm. Ondan sonra bu millətə də bunu... İndi mən ayılmaq prosesimdə mən bunu oxuyuram. Siz də qulaq asırsınız. Asıl asmırsınız, asmayın.
Amma mən bunu oxuram. Bəlkə gələcəkdə bir cavanın əlaqəsi olar, deyər ki, bu İnsaf Əlidə bir dərd var imiş, belə oxuyurmuş. Mən görüm bu dərdi nəymiş əslən. Bunun mərəzi nəymiş? Bəlkə bunda bir mərəzçilik, rəvani mərəzçilik var. Bəlkə bunda bir ayrı mərəzçilik var. Mən bunun dalınca görüm, bu yazığın mərəzi nəymiş? Gələr oxuyar, görər mənim mərəzim nəymiş? Ondan sonra da bəlkə mən oxuduğumdan əgər məni isladırsa bu kitab, bu bir deyək ki, bir utum fikirdir bu kitab. Ya o birisi kitab. Bir utum fikirdir mənə. Onlar 50 il məni bombaran eləyiblər. Mən 50 ildə, diqqət buyurun, mən sizə əzəmətin deyim qəsiyyəni. Mən keçən 30 neçə ildə 11 milyona yaxın yazmışam və danışmışam. 12 milyona yaxın. Yazmışam və danışmışam. Bunun deyək ki, 10 milyonu türkçülük, Azərbaycancılıqla ilgili olubdur. 1 milyonu isə, yəni rəsmi olaraq danışmışam da, yoxsa məsələn dostlarla danışdığımı hesaba gətirmirəm. Yoldaşlarla danışdığımı hesaba gətirmirəm. Suxəndranlıqlarımı hesaba gətirmirəm. Yox, onlar gətirmirəm. Amma o üçün məsələn əl-an danışıram belə. Ya Günas TV-də danışmışam, olar. Radio Fərdədə danışmışam, Radio Bilgisdə danışmışam. Bunları hesablayaraq, Ruznami Salamda orada, burada yazmışam, bunları hesablayaraq 12 milyon. Ondan sonra məsciddə danışmışam, mənbərdə danışmışam, yoldaşlarla danışmışam, suxəndranlıqla. Bunları hesab eləmirəm. İndi, diqqət buyurun, mən 11 milyon, 12 milyon kəlmədən danışıram. O halda ki, İran mediası indi gündə milyardılar kəlmə düzəldir. Və məsələn, bir nəfər mənə qulaq asır, amma milyonlar türk indi əl-an onları oxurlar, onlara qulaq asırlar. Yəni onlar indi orada şey olurlar. Beyinləri vaşinq olur, yuyulur. Maşın dəstgahlarına salınıb, maşın dəstgahları bunların beynini yuyulur. Paltarları atırıq, maşın dəstgahında yuyulur. O makinelərdə, yumaq makinelər. O dəzgahlarda bizim beynimiz atılıb orada yuyulur. Yuvandan sonra çaş tərəxt yuvalar. Yuvandan sonra doldururlar. Yəni indi burada İnsaf Əli bir şey deyir, Günas TV-də bir şey eşidirsiniz, filan dostdan bir şey eşidirsiniz, gedirsiniz o tərəfə, orada yuyulur beyniniz. Bunlar çıxılır eşi, yerinə doldururlar. Biz çox bir şey dostlar, millətimizə görməmişik. Millətimizi o həcmdə yuyurlar, biz burada durmuşuq. Deyə bilirlər ki, dövlətimiz yoxdur, pulumuz yoxdur. Baxın, dünyada heç bir hərəkatı, heç bir inqilabı dövlətin və pulun gücü ilə yaratmazlar. İnsanlar fikri üzü ilə yaradarlar. Sonra bəzi insanlar yavaş-yavaş bundan bir gücə qalxışarlar. Ondan sonra da bunun pulu tapılar. Hər halda oxumağımızı, kitabımızı oxuyaq. Pəs belə dedi ki, əgər indi biz Güney Azərbaycanda çalışaq ki, Amerika, Avropa, Kanada kültür və mədəniyyət ilə Azərbaycanda olduğun uzlaşdıraq, barışdıraq, ikisindən ortadan bir uşaq çıxardaq, vələdüzzina. Deyir ki, bu vələdüzzina, yəni bu demək ki, qurun və usta dedikləri qaranlıq yüzillikləri indi yenə də şey eləyək, yaşadaq. Yeni çeriliklə, dünənləri ordudan misal burada, Türkiyənin Osmanlının ordusundan misal vurdu ki, indi biz görürük ki, bir Türkiyənin ordusu, bir də tibbidən gələn, yəni dava dərman sistemi doğru işlər. Onlar vətənə nəcat verdilər, ordu. Türkiyəni, heç olmasa bugünkü Türkiyəni qoruyub saxlaya bildilər. Qalanını əldən verdilər. Və tibbiyə də canımızı əlan koronadan qorurdu. Yəni Türkiyə o məmləkətlərdən ki, az adam öldü. Niyə? Çünki orada bir tibbiyə var. İranda nə? İranda əski sistemlə, qurun-vusta sistemi ilə bugünkü sistemi işlədələr. Vaksin alaq almayaq sözü var. Özlərini alalar, millətə yox. Pambıq sözü var. At poxu sözü var. At poxun yandırın, virus tutmayın. Adamlar bu qədər qaranlıq dövrün insanlarıdır bunlar. Siz istərsiniz ki, internetle onu qoyasınız, adam at fəzləsin, atın poxun, üzr istəyirəm, atın poxun yığıb paketa 4 danasını internetdə satır.
Bu nə olar? Qaranlıq cəhl dövrəsinin internet əsrində şeylərsiniz. İndi baxın, internetə doludur, sertipertini. Bunun üçün mən dostlara deyərəm, İranlılar hər nə yazırlar, siz onlara qulaq verin. Fars dilində nə yazılır, oxumayın. Qulaq verməyin. İndi, ona görə gəlir burada deyir ki, yeni çerilik, çerilik də şu Osmanlı dövründə ordunun adı yeni çerilik. Yeni çerilik, bəlkə çirik sözü də buradan gəlibdir, bilmirəm. Yeni çerilik, nizamiyə əskərliyi nə cür uyuşamazsa, deyir ki, necə ki, yeni çerilik, yəni Osmanlı dövrünün ordusu ilə, indiki ordu, yeni nizamiyə əskərliyi. Nizamiyə, yəni bugünkü əskərlik. Nə cür uyuşamazsa, uyuşa bilməzsə, uyuşmaq nə dedik? Yəni, bir-birinə yaraşmaq, bir-birinə qavuşmaq. Deyir, bunlar bir-birinə olmaz. Yeni çerilik gəlib, bugünkü əskərliğin, çünki o da qılıncla savaşırdı, tüfənglə savaşırdı. İndiki sistem ayrı bir sistemdir. Həkimbaşılıqla bilimsel döktürlük nə cür bir araya gələməzsə, necə ki, həkimbaşılıq dava dərmanı o cür edirdilər. Farsda bir məsəl var, deyir ki, məriz xərxordə. İndi də o məriz xərxordə tıbbi ilə bugünkü danışqahlarda ki, tibb necə bir-biri ilə barışa bilməz? Əslən, imkanı yoxdur bunlar barışalar. Mən bir yerdəyəm ki, bunlar biraz bunun səsini azaldın. Bəlkə eləyə bilək ki, kitabımızı oxuyaq. Həkimbaşılıqla bilimsel elmi döktürlük, yəni bu sistem nə cür bir araya gələməzsə, bunlar necə ki bir araya gələ bilməz, yəni bir döktür eləyə bilməz deyə ki, mən həm dava dərmana, danışqaha etiqadım var, həm də duaya, cəmbələ, atın poxuna etiqadım var. Pambığı batcı batır nəmənə gülün suyuna, sox günən əşadan özva. Buna da etiqadım var. Bir döktür belə düşünürsə, bu döktür o içiliği yaşır. Bu dedim ha, burada içilikdən danışır. İçiliği biz qoymamalıq ortaya çıxsın. Əski hüquq ilə yeni hüquq. Əski hüquq, əski qanunlarla yeni qanunlar. Bir molla, bir adam otururdu bir yerdə, onun göylü istədiği qanun hesab olur. Yox, belə deyil. Belə deyil. Yeni hüquqda deyilir ki, baxın, Avropada, Amerikada belədir. Bir qanunu yazır, deyir ki, hər kəs qırmızı çıraqdan getirsə tutulacaq. Cərimə olacaq. Kanadada bunu daha çətin ediblər. Deyirlər, ağa, hər adamın 7 ya 8 dana şeyi var, dərəcəsi var. Polis təşxis verdiği və ha belə qanun müşəxəs elədiği. Məsələn, qırmızı çıraqdan geçsən polis tutsa, məsələn, $300 cərimə olacaqsan ya $500 və nə olacaqdır? 4 ya 3 pointun gedəcəkdir. 3 dənə dərəcən gedəcəkdir. Qanundur. 7 dərəcən var. Elə ki, bu gəldi, yetişdi 4-də yetişdi, dadqa çağıracaq. Sənin müşkülün var. Bu müşkülü həll elə. Həll eləyəməsən, maşının güvahinaməvi təsdiqi alırıq da maşın sürənməyəcəksən. Fərq eləməz, rəis cumhur olsun ya bu. Baxın, hətta bu əski qanun deyək ki, hər kəs bildiği kimi icra edilirdi. Hər kəs dini nə cür düşünürdü, o cür də qanun icra edilirdi. Yox, indi Ərəbistanda şahın bacısı zahirən bir yerdən oğurluq edib, əlini kəsdilər. Şahın bacısı, Ərəbistanın şahının bacısı bir yerdən bir şey götürübdü. Nəinki pulu yoxdur, amma bir cür həvəsdir da, eləyibdi, götürübdü. Eləyə bilərdi, yüzlər ondan alsın, amma həvəs eləyib götürübdü, bunu da verməyib, çıxıbdı. Adamlar da bilməyiblər şahın qızıdır, gediblər şikayət eləyiblər, sonra bəlli olub şahın bacısıdır. Onun əlini kəsdilir. Yenə bu da pis qanundur, amma qanundur. Pis olmağına baxmayaraq qanundur.
İndi əski hüquq ilə yeni hüquq. Əski bilim ilə yeni bilim. Əski bilim deyirdi ki, yer mərkəzdir və insan da yerin mərkəzidir. Hər şey insanın başına dolanır və yer də insan üçündür. Dünya yerin dövrəsinə dolanır. Biz burada sabitiz. Ya deyirdi, yer öküzün boynuzu üstündədir. Yer öküzün boynuzu üstə durubdur. Ya deyirdi ki, kişi arvaddan üstündür. Ya deyirdi ki, güclünün bu haqqı vardı ki, güclüləri əsir tuta, apara sata. Bu bir insanın şeyidir. İllər boyu bununla yaşayıblar. İmamlar belə bununla geçiniblər. İmamlar belə gedirmişlər, xiyabanda görürmüşlər ki, orada bir arvadı, məzlum arvadı, savaşa bilməyən bir arvadı, hamilə bir arvadı, gözəl bir çiçək bir 8 yaşında, 4 yaşında qızı tutublar, gətiriblər orada, qoyublar satdığa. Məsələn, 100 manat, 100 lirə, 100 dinar. İmamın da dinarı var idi. Mən bilmirəm, işləmirdi bu dinarı hardan gətirirdi imam. Mən bunu sormalıyam. Mən də işləyirəm, niyə pəsəndazım yoxdur? Niyə gedib bir dənə maşın ala bilmirəm? Niyə gedib bir təyyarə ala bilmirəm? Niyə gedib bir ev alamıram? Niyə gedib bir villa alamıram? Amma o imam gedirdi, görürdü ki, orada kəniz satırlar. Kəniz deməyək, qız satırlar. Baxırdı, bunların içindən 4'ünü sevirdi. 4'üne pul verirdi. Adamın 4 tane almağa zoru çatırdı. Gətirirdi evə. Bunlarla ehtiyacı yoxdur, mən bunlara deyəm, siz razısınız, mən sizinlə yatam ya yox. İstədiği kimi yatırdı. Qonaq da gələndə deyirdi, get qonaqla da yat. Sizin belə imamınız belə düşünürdü. Şiə fikrini deyirəm ha. O fikri ki, bu mollalar bizə yazıblar, imamları belə düşünürlər. Mən inanmıram, imamlar belə bir adam olsalar, insan deyirlər. Mən belə inanmıram ki, imamlar belə adam olar. Amma bu fars mollaları tarixdə yazdıqları nağıllardan belə çıxır. Yəni biz bunu aydın aşkar düşünməliyik dostlar. İmam dediğin yəni ki, mən kimin dalısından gedirəm də, mənim rəhbərim kimdir? İmam yəni rəhbər. Rəsul rəhbər deyil, imam rəhbərdir. Rəsul bir xəbərçidir, gətirib sizə bir şeydən deyir, mən filan şeydən xəbərim var. Məsələn, indi bir nəfər bizə gələ deyək ki, mən filan kürədə bilirəm adam var. Bir cür yaşayış var, adam yox. Bir cür orada mövcudlar var, bizdən ağıllıdırlar. Bizdən teşnikləri çoxdur. Dəlilin nədir? Bir dəlillər gətirib bizi qane eləyir. Məsələn, film görsədə. Görək ki, oradan film görsədə ki, onlar tamam, biz bunu qəbul eləməliyik. Rəsul budur. İmam nədir? Yox, imam o deyil. İmam rəhbər, qabaqda gedən. Keçilərin biri qabaqda gedər, qalanın dalda gedər. İnəklərin də biri bücürdür, qoyunların da biri bücürdür, siçanların da biri bücürdür. Hər heyvanda biri qabaqda gedər, qalan. Canavarlar da bücürdür, şerlər də bücürdülər, hamısı bücürdür. Sürü yaşayan heyvanlar belə, sürü yaşayan heyvanlar. Milçəklərdə də belədir. Milçəklər. Arı. Qarışqalarda da belədir. Ərz eləyim xidmətinizə. Bizim Qəradağda bir yer var, orada onların türkçəsi bizdə məndən yaxşıdır. Onlara Qubadlı deyirlər, Qubadlı, Qubadlı yox, Qubadlı. O Qubadlılar şeydən gəlmədilər, o taydan gəlmədilər. Onların dili hala bizdən yaxşıdır. Onların keçən nəslinin, uşaqların hamısı türkdür. Bu nəslin hamısı dinçi. Bu da fərqi, mən fərqi buradan görürəm. Onlar milçək deyirlər, tamam üçənlərə, arıya da deyirlər milçək. Elə ki, istəyirlər arını danışsınlar, özünə ixtisası adı var, ona deyirlər ki, çibin. Arı da deyirlər, çibin deyirlər amma çox vaxt. Öz aralarında çibin deyirlər. Bizlər məsələn, birdən soruşur, çibin nədir? Arıdır, siz arı deyirsiniz. Əski bilimlə indiki bilim bir yerə gəlsə, istəyirsə əski bilimlə indiki bilimi barışdırasınız. Tepe sünnəti deyə bir şey yaradasınız. İstəyirsiniz tepe sünnəti ilə modern tibbi ki, sonografiyə dayanır, radiolojiyə dayanır, nə mənə dayanır.
Onu gətirəsiniz, bir-birinə yapışdırasınız. Bunun adı nə deməkdir? Bunun adı budur ki, siz çalışırsınız. Qaranlıq yüzilliklərin, inancların və elmin və rəvişin gətirəsiniz indiki elmin və sənətin və teknolojinin içinə hamilə elətdirəsiniz, onu saxlayasınız bunun içində. Bu nə deməkdir? Bu deməkdir ki, görün nə deməkdir da? Mən bu bəhsə görə bu kitabları deyirəm. Bu bəhslər İranda yoxdur, olmayıbdır. Keçən 150 ildə olmayıb, dostlar. Təhcə Qacar dövründə bu məhərəzi bilirmişlər. Bunun üçün də Qacar dövrünün şahları qoymurmuşlar imam filan bəhman. Yox, ağa, onlar gedirmişlər, maşın gətirirmişlər, teknoloji gətirirmişlər, mühəndis gətirirmişlər, ranəndə gətirirmişlər, senarist gətirirmişlər, çapxanaçı gətirirmişlər, ruznaməçi gətirirmişlər. O zaman 5000 dolar verir, 2 illıq bir dana Fransədən qazetçini ki, dəstgahı qurmağı da başarar. Dəstgah xarab olsa onu da düzəldə. Ruznaməni nə cür çap elərlər, nə cür elərlər, bunların hamısını başarır, bir nəfər gətirib burada deyir, örgət. Calib budur. Farsların təhlilinə baxmayın. Birinci ruznamə ki, Nasiruddin Şahın əmri ilə Fransədən adam gətirib, ruznamədəgar gətirib, burada yazır, adı La Patrie, vətən və şücaətdir. Bizə deyiblər La Patrie, yəni vətən, amma nəzərə gələn şücaətdir. Vətən, ya da vətən. Diqqət buyurursunuz. Bunun üçün mən inanıram ki, fərd ya birey mühümdür, camiə yox. Çünki o birey Nasiruddin Şah olursa, Müzəffəruddin Şah olursa, Məhəmməd Əli Şah olursa, Əhməd Şah olursa, demokrasi çıxar içindən. Millət demokratlaşar. Rıza Şah olursa, onun ətrafındakı panfarslar olursa, gələr bu olar. Xümeyni olursa bu olar. İnsanlar ayda Xümeyni görərlər. Zəhli, qurun-i vusta, qaranlıq yüzilləri yaşadarlar indi bizə. Və biz yaşarıq. İndi çıxarıq xiyabanda korona ola, dünyada bilirik ki, korona insanları öldürür. Bizim də şəhərimizdə minlər nəfəri öldürübdür keçən 2 ilə yaxında. Amma indi çıxarıq, rahpimalıq elərik. Rahpimalığı nədir? Çaxsa idi, vaxsa idi, filandır, bəhmandır. Və istəmərik düşünək ki, onlar ki, qabaqdadır, onlar pul alırlar. Səndən mən niyə gedirik canımızı orada ölümə verək? O geçsin ağa, radioda desin də. Hüseynçidir, geçsin, radiosu var, radiosunda desin, televizyonunda desin. Niyə milləti çəkir olar? Çünki o millətdən pul çıxadacaq. O millət sonunda gərək nəzir verə. O nəzirlər gedəcək bir yerə. Pəs, əski əxlaq ilə yeni əxlaq. Əski əxlaq nə idi? Misal vurdum. Gedirsən, görürdü bazarda bir qız satırlar, alırdı, gətirirdi. 8 yaşı, 9 yaşı. Həm işlədirdi, həm təcavüz edirdi, həm də qonağına peşkəş edirdi, həm də lazım olsaydı ondan fahişəxana qururdu. Bu əxlaq idi. Əxlaqla nədir? Adamları işlədək, pul verməyək. Arvadımızı istər sevərəm, istər devərəm. Sən qələt elərsən, istərsən sevərsən, istərsən dövərsən. Adam bəkər aşığı olduğu bir şeyi incidər. Aşıq deyilsən, adama deyəcəksən, sevmirəm. Mən səninlə yaşamaq istəmirəm. Gedəcəksən, yaşamışıb da alırsan. Aşıqsən, aşıq olduğu adam, aşıq olduğu bir şeyi incidərmi? Ağa, bu Avropalılar, Amerikalılar itlərin belə sevirlər. Bu itlərin incitmirlər. Harda qala evlatların, harda qala arvadların, ərlərin, harda qala bacıların, qonşuların, dədə nənəsin. Bu nə əxlaqıdır bizdə? Mən, uşaq mənimdir, özüm bilirəm, istərəm başın kəsərəm. Uşaq mənimdir, haqqı yoxdur mən dediyim kimi yaşamaya. Necə ki, bir dana qız özünə cəsarət veribdir ki, məsələn, geçsin, oğlan dostu tutsun. Mən gərək təşxis verəm ki, tuta bilər ya yox. Mən gərək təşxis verəm, evlənə bilər ya yox. Kiminlə evlənə bilər? Ağa, bilirsiniz nə qədər qızlar özlərini od vurublar, yandırıblar, dədənələrinin zoru əsasında bacı qardaşının qorxusundan. Bu nə əxlaqıdır bizdə? Ağa, əxlaq bu da, əxlaq gülümsəmək deyil. Əxlaq gülmək deyil.
Əxlaq xoş əxlaqlıq ki biz deyirik o deyil. Əxlaq bu ki biri ilə yaxçılıq bu deyil. Əxlaq bu deyil. Əxlaq yaşam tərzidir. Yaşam sistemidir. Sən əgər söyüş verirsən əhlə yalıba, əgər sən onları təhqir edirsən, əgər döyürsən, əgər işlədirsən evində pulun vermirsən, bu əxlaqsızlıqdır. Əxlaq budur. Əxlaq o deyil ki, birinə yetişəndə salam əleykum, qurbanan, çakirəm, nökərəm. Sən əslində nə qurban ol, nə çakir ol, nə nökər ol. Sən adam ol, əxlaqlı ol. Sən əslində ona görüşmə. Niyə görüşürsən? Sənin məsuliyyətin əvvəl ailəndir, sonra millətindir. Allah deyibdir ki, Allah səttarul uyubdur. Sən necə ki gəlirsən deyirsən, mənim qızım ya o, bu ya bu, zina elir ya falan elir və bunu özünə cəsarət verirsən, öldürərsən. Allah səndən az bilir, öldürə bilməz mi? Allah görür ki, mən zina edirəm. Allah görür, mən əraq içirəm. Allah görür, mən pis yola gedirəm, hər nə yola. Allahın zoru çatmaz məni öldürəsən, gərək öldürəsən. Sən kimsən? Bu nə əxlaqıdır səni örgü ediblər? Bu, Qurun-i Vüstanın əxlaqın alıb mənimsəmək və indi yaşatdırmaq istəməkdir. İndi bir yol sən deyirən ki, mən insafəli züddütür. Yox, qardaşım, əski əxlaq ilə, yeni əxlaq ilə, əxlaq da öyle uyuşmaz. Bunlar birbiriyle yola gəlməz. Sən hüquqi bəşərlə eləyə bilməzsən ki, İslamı bir yerə qoyasın. Ağa, ya İslam ya hüquqi bəşər. Baxın, ayrı yol yoxdur. Ayrı yol yoxdur. Sənin xanımın ya qızın, ya nənən deyə ki, mən ərimdən çıxıram. Mən sevmirəm. Baxın, İslamda da bu deyil axı. İslamda deyir ki, arvadı ərə verəndə arvad gərək inşa eləyə. Yəni, ürəkdən istəyə deyə ki, bax, sevincək, sevincək. Mən istəyirəm bu adamın arvadı olan. Əgər qorxa-qorxa, vurublarsa, döyüblərsə, qorxudublarsa, sonra gedərsən, düzələrsən, bunu ərə veririk və o gəlir hətta qorxa-qorxa deyir ki, mən razıyam filan kəsin evlənməğa. O ləhzədən ki, bu razılıq sisteminə girdi, amma razı deyil. Ayrı adamı sevir axı. Baxın, hətta indi məcburəm, mən bir ayrı adam sevirəm. Baxın, diqqət buyurun, İslamda da bu var. Mən bir ayrı adam sevirəm. İstəmirəm ondan sonra bir ayrısını öləm. Gözlürəm ki, o qocalsın belə, əri ölsün, ya arvadı ölsün, mən ondan evlənəm. Mən hangi adamla evlənəm, ondan rabitiyə girəm, onu öpəm ya ona əl çəkəm ya ondan yatam ya ondan bir uşağım ola. Mən zina elirəm İslam qanunları əsasında. Ömür boyu zina eləmişəm. Dünənləri bir kitab oxurdum. Farsça, tərcümə farsça. Bilirəm ki, farslar düz tərcümə eləməzlər, amma maşın sürəndə qoymuşdum orada, səsi gəlirdi. Oşonun kitablarından birini tərcümə eləmişlər, Seks və Ağahi adında. Orada bir cümlə eşitdim. Mən bu kitabın 2 fəslini qulaq asdım, bir şey xoşuma gəlmədi. Həmin o şeylərdir ki, dinçiləri ki, qudrətə əlləri çatmayıbdır, yaxçı görünərlər. Çünki opozisyondular, əllərdə qudrətə çatmayıb, yaxçı sözlər danışırlar. O da yaxçı söz danışır. Ha, elə belə. Əlbəttə, əsli söz danışmır. Yəni, Yunan fəlsəfəsinə baxarsınız, nağılların çıxsaz fəlsəfəsində bir şey yoxdur. Bunların da sözlərinə çıxsaz, nağılların çıxsaz, hekayələrin çıxsaz, içində bir sözü. Amma bir dana bir sözü var idi. O da budur. Deyirdi ki, əgər bir nənə ya dədə arvadın sevmirsə, nənəni misal vurur. Deyir, əgər bir nənə arvadın sevmirsə, ərin sevmirsə, üzrsən, bir nənə, bir arvad ərin sevmirsə, ondan olan uşağı necə sevər? Bu bir dana vaqiyyətdir. Bu bir dana vaqiyyətdir. Bir nənə ki, ərin sevmir, o nənə uşaqlarını şikəncə verər. Ərindən intiqamı uşaqlarından alar. Ərin vuranmır, uşaqlar vurur. Ögey nənə kim olar? Dəqiqən aynıdır, dədə də belədir. Dəqiqən aynıdır, dədə də belədir. İndi, bu nə əxlaqı dostum? Yazıq ki, çox yazıq, heyf olsun bizə. Yazıq ki, yalnız əskəriyyəliklə tibbidəki yeniçerilik qaldırılıbdır.
Deyir ki, yazıq heyf olsun ki, bizdə hələ heç zat qaldırılmıyor. Bizdə hələ indi rəvac tapır. Hələ indi biz üzdən, ağa bu millət dünə necə molladan qaçırdı, indi gediblər şəxsiyə gedirlər. Bu nə millətidir? Hanca ayıqlıqdır? Dünə necə, bax elə dünən, bax, molla əleyhinə danışırdılar. Bu günlər gediblər şəxsiyə gedirlər. Nəyə şəxsiyə gedir? O qızlardan ötürü. O qızlar nəyə gediblər? Oğlanlardan ötürü. Ay bu millət bədbəxt. Ağa gözün doysun, birin sevcinə onu da alırsan ol. Bu millət eşqi bilmir nədir? Bu millət eşqi bilmir nədir? Vəfa bilmir nədir? Ağa sən birini sevirsən, ged onu da alırsan. Adam necə ki gözü hamının da alırsan ola bilər? Necə ki getmişəm, həm arvadımı sevirəm, həm bir dana, 2 dana, 5 dana qız dostum var, onları sevirəm, həm də getmişəm orada ayrılarını sevəm. Yazıq ki, o dövrdə heyf olsun ki, Osmanlı və Qacariyə, əskəriyyə və tibbdəki, yəni heyf olsun ki, Qacar gəldi, fəqət ordunu düzətməyə çalışdı və danışqı haçlı fəqət bəzi şeyləri düzətməyə çalışdı. Heyf olsun. Kaş mollalığı da zehni dəyişdirməyə çalışıydı. Kaş millətin də zehnini dəyişdirməyə çalışıydı. Amma pillə-pillə bilirdi ki, olmaz birdən bu milləti dəyişdirəsən. Bu millət dediyim kimi, dünə necə mallarını tuturdu, xiyabanda tüpürürdü üzünə. O malla, hangi mallarını? O malla ki, özündən bədbəxt. Özündən kasıb, özündən bədbəxt, heç kimsiz, işsiz, gəlirsiz. Onu küçədə görürdü, bir dalda küçədə, yəni fəqir bir məhəllə tüpürürdü onun üzünə, onu vururdu. Olan, gedəcəksən, o Noha xanı ki, indi səni milyardılar alır, gəlir ora, ha sənə Noha deyir, ged onun üzünə tüpür görün, tüpürə bilirsən, ged İmam Cümənin üzünə tüpür görün, tüpürə bilirsən, ged plan idarədə istəyən malların üzünə tüpür görün, tüpürə bilirsən. İndi nəyə getmirsən xiyabana? Nəyə getmirsən xiyabana? Və sən bu mallardan bəyə açığın gəlmirdi? Yox, mənim İmam Hüseyndən xoşum gəlir. Ağa, hangi İmam Hüseyndən xoşun gəlir? O İmam Hüseyin ki, o zəhərliyib, ondan xoşun gəlir. O İmam Hüseyin, o zəhərliyibdir, zəhərli İmam Hüseyin sən xoşun gəlir. Dedim, həmin İmam Hüseyin 50 dana bərdəsi var idi. Həmən İmam Hüseynin deyirlər, İmam Həsənin deyirlər, 300-400 dana bərdəsi var idi. Arvad bərdəsi var idi. Gündə biri ilə yatırdı. Əxlaqsızın başı idi. Sən hangi Hüseyinlə danışırsan? Hüseyini tanırsan, gedirsən. Bəlkə bir əyyaşxanası var o Hüseynin, Həsənin. Bir tarixi, bir düzəməlli oxu. Nəyə getmirsən ora? Bir tarixi, Fars mallası olmayandan da bir eşit, bir düşməndən eşidəsən. Niyə məsələn Nasiruddin Şahı Qacarı düşməndən eşidirsən, Səfəvini düşməndən eşidirsən, bir dənə də bir Urupalıdan, bir dənə Yahudidən, bir dənə Ermənidən, bir dənə ayrı bir dindən də eşit gör, Hüseynə görə bir tarix yazıblar, onlar da bir eşit. Onlar gör nə deyirlər. Bir gün mənim oğlum gəldi bizə, dedi ki, baba, mən bilir ki, biraz tarixçiyəm, biraz dinciyəm, biraz İrancıyəm, biraz Azərbaycancıyəm, biraz Türkçiyəm, biraz müsəlmancıyəm, biraz şiəçiyəm falan. Bilir ki, belə məndə bir qarışıqlıq var. Gəl dedi, baba, taza təhqiqlərə görə İslam taza bir dindir. 1400 illik deyil. Və əgər İslam taza qədimi dindir, niyə Məkkədə 700 il bundan qabaqacan bir məscid yoxdur? Niyə Mədinədə məscid yoxdur? Niyə Ərəb dövlətlərində bir məscid yoxdur 700 il bundan qabaqacan? Niyə Azərbaycanda, İranda 700 il bundan qabaqda bir məscid yoxdur? Mən oturdum, beynimə soxulmuş, şosteşuya olmuşam ha. Oradan dəlil gətirdim ki, yox, vardı, sənin xəbərin yoxdur, bunlar xəbərləri yoxdur, bunlar düşməndilər. Sonra indi görürüm, dostlarımız da dəqiqən Təbrizdə, Ərdəbildə, Urumda oturublar. Görürəm ki, bu Purpirar rəhmətlik deyir, ağa, Quranı biz yazmamışıq, 400 il, 500 il Quran yazılmayıbdır. Necə biz eləyə bilirik ki, Quran yazılmayan bir dildə Sədi, Hafiz, Firdevsi yazaq, tarix yazaq, filan kəs tarix yazıbdır. Oturublar, hədis yazıblar minlər, onlar min. Necə ola bilər? Niyə o imamın özünün əqlinə yetişməyib düşüncələrin yaza? Amma onun zamanında bir fars oturubdu, onun adına kitab yazıbdı. Niyə o imam ki, pulu da var idi, elmi də var idi, imam idi, o yaza bilməyib, amma bir fars onun adına kitab yazıbdı.
Və cəlib budur, durub gedib Mədinədə İmam Cəfər Sadiqi görməyib, amma oturubdur, məsələn, filan Fars məmləkətində oturubdur İmam Cəfər Sadiqin adına kitab yazıb, hədis yazıb. Digər məsləklər də, məslək yəni işlər, dəmirçilik, nəccarçılıq, hər şey ki, indi məsələn məsləklər daha deyil. Məsələn, cuşqarlıq özü bir təxəssüsdür, dəmirçilik bir təxəssüsdür. Məsələn, bizim dəmirçilərimiz presləri də var idi, dəmiri kəsərdirlər də, cuşlardılar da, nə bilim, hər işini görərdilər də, o dəmirin çox işlər var, tərəşqarlıq filan vəhman. Deyir, yox, tərəşqarlıq özü bir məsləkdir, cuşqarlıq özü bir məsləkdir, məsələn, dəmiri əymaq özü bir məsləkdir, məsələn deyir. Digər məsləklər də ki, yeni çevrililiklər orta çağ hortlaqları qılığında hala yaşamaqdadır. Hortlaq bilirsiniz, biz ha deyirik ki, ölü, nə deyərlər, hortlar çıxar qəbirdən. O, onu deyir. Hortlaq, o sözdür. Ölü, nə bilim deyirlər ki, çıxar. Ha, o kəlməsi indi bizim Təbrizdə, Qaradağda bir şey deyərlər. Hortlar çıxar. Həmin hortları Türkiyədə hortlar deyirlər. Digər məsləklər də, yəni qədimi məsləklər. Falçılıq, indi Kanadada da var. Bax, inanın mənə, Kanadada, Amerikada falçılıq var. Hindistandan durublar, gəliblər burada, falçılıq elirlər. Pul qazanırlar. Olan sən falçı doğrusan, niyə bəs özünün falıva bir bax, bir latarı çıxır da, burada həftədə 50 milyon dolar qoyurlar, çək, orada gedirsən bir şumarə alırsan, o şumarənin çıxsın adıva 50 milyon dolar alır, niyə saatda yox, gündə 10-20 dolardan ötürü özü və əllaf elirsən. Digər məsələrdəki yeni çevrilişlər, deyir, o yeni çevriliş, qəhrəmanbazlıq ki vardı, o birisi məsələşi, qədim Osmanlı dövrünü kollən, yəni sonundan gedin əvvəlinə qədər yeni çevriliş var idi. Bu yeni çevriliş sistemi bir qəhrəmanlıq sistemidir, şücaət sistemidir, savaş sistemidir. Deyir ki, bu yeni sistem yeni çevriliklə, yeni vəziyyət o dövrənin nə olmuşdu? Digər məsləklər, o birisi məsləklərdə də orta çağ hortuqları, yəni o qaranlıq dövrünü xortlamışları ölülər ki, dururlar, ha, dirildir indi. Zehnimizdə bunlar olar, vaqiyyətdə olmaz. Adam ki, öldü, qutardı. Bunu da deyim, baxın, ermənilərdə bir şey var. Deyir ki, bir nəfər ölsə, onu 3 gün quyulamazlar. Qoyarlar, qalar evdə. Ya ağlarlar, ya da yetişərlər, görərlər, bəlkə bu dirilə bilər. Məsələn, masaj verərlər qəlbinə, nəfəs verərlər. Durarlar, gözlərlər də bu şeydir. Amma biz müsəlmanlar biri ölmə halına düşdü, onu aparıq, fori dəfn elər, qalmasın. Ermənilər eləməzlər. Deyir, niyə? Deyir, çünki görüblər ki, təcrübədə. Aparıblar bir nəfər quyuləyəndən sonra görüblər ki, üstünə topraq dökəndə görüblər ki, bu adam durdu. Ay, məni bura nəyə qoymusunuz? Nə oldu bu adama? Bu adam mərizliyibdir. 4 saat, 5 saat, 10 saat belə bunun qəlbi işləməyibdir. Ya da yavaş işləyib, biz eşitməmişik. Beyin xəstəliyinə gedib, biz eşitməmişik, bilməmişik. Sonra biz bunu diri-diri quyuramışıq, üstünə torpaq döymüşük, ölübdür. İndi deyirlər, yox, ağa, biz görürük ki, adam komaya gedir. İllər dili qalır. Bizim burada bir Torontoda bir dostumuz, Allah rəhmət eləsin, öldü. 6 il komada qaldı. 6 il komada qaldı. İstəyirəm deyəm ki, adamı, indi o zaman xortlaqlar belə olurmuş. Bəzi adamı qoyurmuşlar qəbrə. Adam dururmuş, səs salırmış. Olan məni niyə bura qoydunuz? Deyirlər, ölü xortladı. Ölü xortlamadı ki. Adamı diri-diri quyulamısınız. Adam indi çıxır. Ona deyirlər, yox, o deyil. İndi burada. Ona görə burada da qoyurlar bəzən sərxan. Dünənlərdə bir şey eşitdim. Mənim nənəm dedi ki, bir familimiz bunu bir dostundan eşidib ki, dədəsi korona tutubdu. Aparıblar qoyublar xəstəxanaya. Yatırdıblar. Gecə dədəsi salim imiş. Yəni xəstə imiş da. Qoyublar ora. İndi bilmirəm nə qədər sinni, nə qədərmiş. Onu bilmirəm. Çünki özüm müstəqim eşitmədim. İkinci əli mən eşitmişəm. Yəni
bir nəfər bizi dədəsiymiş, o deyibdi bizim bir familiya, famil də deyibdi mənim nənəm də mənə dedi. İndi mən üçüncü ələm buna nağılı sizə hekayə edirəm. Deyir ki, aparıblar xəstəxanaya, bimaristanda gecə yatırdıblar. Səhər oğlan tezdən, sübh saat 5-də, 6-da, 7-də, hər neçədə, 8-də, 10-da, 11-də, hər halda gün durub qaçıb dədəmi gedim görüm nə vəziyyətdir. Gedib görüb dədə yoxdur. Mənim dədəm hardadır? Dedilər dədən ölübdür. Ola mənim dədəm niyə öldü dünəndən gecə? Öldü. Hardadır mənim dedəm, mən istəyirəm görəm mənim dedəm ölməz. Çox o özü deyiblər sərtxanada filan yerdə. Gedib görüb ki, dədə donubdur, soyuqdan ölür. Niyə gətiriblər? Deyiblər qocadır, bu burada qalıb dava yeyincəm, qoyun orada ölsün, mərizxanada ölsün, aparsın. Bizdə belə bir cinayətlik var. Əxlaq dediğin budur, hüquq dediğin budur. O döhdürü, o bimaristanı, o dövləti mühakimə eləyə bilmirik. Yeni hüquq budur. Ki, gələr bunun qarşısında durar. Yeni əxlaq dediğin budur. Pərəstarlıq, döhdürlük, bimaristanlıq, məsuliyyət yoxdur. Ağa, mənim bir məsuliyyətim var. Bu yeni əxlaqdır. Gülmək yeni əxlaq deyil. Baxın, qeybət yeni əxlaq deyil. Necə ki, qeybət yoxdur? Sən qeybət eləyəcəksən. Adam oğurluq eləyibdir deyəcəksən. Adam ixtiras eləyib deyəcəksən. Adam xəlqin arvadına baxıb deyəcəksən. Adam zina eləyir deyəcəksən. Necə ki, bunları deməyəcəksən. Bunlar gizləcəksən. Bunlar əxlaq olar deyil. Çünki qurbanan, çəkərəm, nökərəm, qonaq get, tök falan. Yox, bunlar əxlaq deyil. Bunlar riyadır, riya. İslamda bunun adı riyadır. İslam tənaquzla doludur. Tənaquz nə dediyimiz? Çəlişki ilə, ziddilik fikirlərlə doludur. Farsların bir məsəli var, deyir ki, gəndom beruyət, covzico, buğdadan buğda, arpadan arpa bitər. Dostlar, arpadan alma çıxmaz, almadan, məsələn, girdəkan çıxmaz, girdəkandan qarpız çıxmaz. Tamam, bunu qəbul elədik. İndi, bu dünyada, əraq içmə, o dünyada əraq verəcəyəm sənə. Niyə? Nə olubdur? Axı, sən əraq şərxinin var o dünyada. Niyə qoymursan? Əgər sən əraq düzəldəcəksən, satacaqsan o dünyada, bizə ya verəcəksən, müftə içək. Qoy, bu dünyada içək. Olmaz ki, o dünyada olur. Sən bu dünyada xəlqin arvadı ilə işin olmasın, o dünyada mən sənə 70 dənə arvad verəcəyəm. Huri dediğin arvad, gözəl də, özləri deyir ki, adı gözəl bir arvadlar. Yoxsa məsələn, huri dediğin eşək, məsələn, bizim cinsimdən olmasa, heyvan olsa, siz ondan yatar mısınız? Yəni, demirəm, naçar qalanda yatarlar insanlar. Amma bir it nə qədər də gözəl olur olsun, sən ki, arvadın ola gedib ondan yatarsan, sevdiğin ola gedib etinlə yatarsan. Əgər bir şey bizim cinsimizdən deyil, fərz eləyin ki, bir dənə filmi salıblar divara, filmi. Siz o filmlə seks eləyə bilərsiniz, durası yönü seks eləyir. Nurdur da, ışıqdır. Fərz eləyin ki, mələklər nurdandırlar. Siz onunla seks eləyə bilər misiniz? Bunlar çəlişkili sözlərdir. Biz sənə behişdə süd verəcəyik. Amma orası süd hardan gələcəkdir? İnək saxlamayacaqsan behişdə. Qoyun saxlamayacaqsan. Çünki deyir, behişdə bu cür bir şeylər olmayacaq. Daha sıçallar, batırarlar. Tamam, bunlar behişdə olmayacaq. Sən nə cür bunları verəcəksən? İslamın çəlişkisi çoxdur. Amma bir də qanunları da var axı. Heç olmasa o qanunlar ki, düzəməllidir, onlara adam qulaq asar da. Mən demirəm əraq içək. Mən əraqla müxalifəm. O dünyada da, bu dünyada da. Yeni çevrişlər, hər işdə bir yeni çevrilik vardı. İnsanlar ortaçağ xortuqları kimi, xortlayıb çıxanlar kimi qılığında, deyir, onların qılığında da, xortlayıb çıxanların qılığında, onların paltarlarında durublar. İndi durubdu, deyir ki, o Quranda bir gözəl məsəl var, deyir ki, bir də getdilər bu köhüldə yatdılar, bir neçə ildən sonra durdular, getdilər millətin içinə, pulları verdilər, deyir, bunlar falan dövrün puludur. İndi bunlar da bir də insanlardır, molladır ya xeyri molladır, fərq eləməz. Mühəndisi döhdürdür, fərq eləməz. Bunlar indi o qaranlıq əsrlərin xortdamışlarıdır, yeni qılıqda çıxırlar. Amma kravatla, mühəndislik döhdürlük qarnaməsi ilə. Bir neçə ay öncə Türkiyəni millətlər örgütünə soxmaq üçün İstanbulda bir örgüt quruldu. Diqqət buyurun, gedir tarixdən bir pişə desin, amma bizim vəziyyətimizi araşdırırlar. Bir neçə ay öncə
Türkiyəni Millətlər Örgütü Cami-i Milal idi o zaman. Birinci Dünya Savaşından sonra Cami-i Milal tərcümə olan ərəbcədə, Farsiyə də giribdi. Cami-i Milal. Adı nə idi? Türkcə onun adı Millətlər Örgütü, yəni Sazman-ı Milal. Millətlər Örgütü, örgüt sazman, dedik da təşkilat. Millətlər Örgütü soxmağa. Bir də gəldi, istəyirlər ki, İstanbulu ora üzv eləyirlər, soxalar ora. İstanbulda bir örgüt quruldu, bir cəmiyyət, bir təşkilat quruldu ki, gəlin ağa, Türkiyəni biz soxaq, Cami-i Milalə. Halbuki Avropa mədəniyyətinə kəsin bir biçimdə girmədikcə, Millətlər Örgütünə girməmizdən nə yarar? Nə yarar sağlana bilər? Ya sağlana biləcəkdir. Deyir, halbuki, istəyirlər biz aparalar Sazman-ı Milalin üzvü olaq. Diqqət buyurun. Görün bizi necə nəqd edilir. Özümüzü gərək nəqd eləyək. Bu nəqdə diqqət eləyək. Deyir ki, halbuki Avropa mədəniyyətinə kəsin bir biçimdə, kəsin yəni qəti, %100 bir biçimdə girmədikcə, yəni o zaman ki ona %100 girməmiş o mədəniyyətin içinə, sadəcə bir bölümünə girmək, Millətlər Örgütünə girməkdən, Millətlər Örgütünə Cami-i Milalə girməkdən nə yarar sağlar bizə? Nə yarar? Yarar yəni fayda. Fayda ərəbcədir, fayda deyirlər farsca, fayda, biz türkçədə fayda deyirik və yarar onun türkçəsidir. Yarar, yəni nə fayda? Sağlaya biləcəkdir. Nə fayda saxlayacaqdır? Sağlaya biləcəkdir, yəni saxlaya biləcəkdir. Onun bizə faydası nə olacaqdır? Tamam? Yəni biz bir şeyi onun ya kompletinə girməliyik, ya da ki bir danasına girmək o bizə nə fayda saxlar? Kapitülasyonlarla, baskılara əsir edilmək istənilən bir millət Avropa mədəniyyətinin dışında sayılan bir millət deməkdir. Deyir ki, bizə kapitülasyon, bilirsiniz, Türkiyə savaşda ki, Dünya Savaşında məğlub olandan sonra, Birinci Dünya Savaşında məğlub olandan sonra, yəni Osmanlı məğlub olandan sonra Türkiyə yarandı. Türkiyəyə qəramət istədilər. Çünki bu böyük savaşın qəramətin onlardan gərək alaydilər. Almanlılar, İstanbul, yəni Osmanlılar ya Türkiyələr və İtalyalılardan gərək bunu alaydilər. Çünki hər kəs piruz olsa, o özü ki savaşa xərc qoyubdu, onun xərcini alar və biraz da izafə alar. O xərci indi İstanbuldan alacaqlar. Diqqət buyurun, bunu istəyir işarə eləsin. Deyir ki, kapitülasyonlar bundan ötürüdür. Kapitülasyon bir şeydir. Mən dəqiq bunun anlamını bilmirəm, ingiliscə nədir. Baxıb deyə bilərəm əlbəttə. Kapitülasyon dəqiq nədir? İranda düşündüyümüz anlam deyil. Məhdudiyyətlərdir. Məhdudiyyətlərdir. Bir də məhdudiyyət yaradırlar. Məsələn, deyirdi, Türkiyə öz əli ilə heç bir şey sadir eləyə bilməz. Gümrükü öz əlində ola bilməz. Filan şeyi öz əlində ola bilməz. Niyə? Çünki biz buradan xəsarətimizi bunlardan alacağıq. Onları işlədirdilər, onların pulun, gəlirin götürürdülər özlərinə, deyirlər biz xəsarətimizi buradan alacağıq. Çünki Türkiyə dövlətinin pulu yox idi verə. Savaşdan sonra dağılmışdı iqtisad, bombaran olmuşdu, adamlar ölmüşdü. İndiyəcən, hətta Erdoğan cənablarının dövrəsinəcən biz xəsarət verirdi Türkiyə. Türkiyə milləti. İşdirdilər, xəsarətləri verirlər ki, Erdoğan bu pulu verdi, qutardı, zahirən. O, hər bir sahədə ki, bir məhdudiyyət var idi, iqtisadda, siyasətdə, hər nədə. Hətta, baxın, məsələn, Türkiyəlilər bir zaman bir təyyara düzəldiklər. Bir dənə də maşın düzəldiklər. Diqqət buyurun. Məsələn, deyək ki, 50 il bundan qabaq bir təyyara düzəldiklər, bir dənə də otomobil düzəldiklər, maşın düzəldiklər. Cəlib budur, kapitülasyonlar deyiblər ki, siz eləyə bilməzsiniz bunu düzəldəsiniz, milli eləyəsiniz. Siz bizdən alacaqsınız.
Belə bir sistemə bizi salmışdılar. Politik baskılar. Politik baskılarda dedim, bu kapitülasyonların bir qıssəti də politik baskılardır. Elə o Orjüt də ki, deyir, düzəlmiş, təşkilat düzəlmiş, bizi soxa sazmanı. Bunlar, bu cür bir təşkilatlar, adına deyirlər, indi örgüt deyirlər, biz mafiya da deyirik hətta. Belə bir mafiyalar olur, mafiyalar özləri örgütdürlər. Diqqət buyurun, türkçədə həm mafiya deyilir, həm örgüt deyilir. Örgüt deyilir çox. Bunun üçün də məsələn terror təşkilatı demirlər. Deyirlər terror mafiyası məsələn. Terrorçular. Çox mafiya işlədirlər. İndi deyir ki, politik baskılar. Yəni bir də qruplar vardır ki, dövlətə siyasi baskı. Baskı nə demək? Yəni İranda fişar bunu məna edir. Ruhai fişar. Politik baskılar əsir etmək istənilən bir millət. Deyir, istəyən bir millət. Yəni bir millət özü deyir ki, ağa, mən istəyirəm bunlara əsir olam. Mən istəyirəm bu kapitülasyonlara, siyasi baskılara əsir olam. Yəni bunlara təslim olmuş bir millət, istəyən bir millət. Mən istəyirəm ki, bunu bərqim yavaş-yavaş batırım zəiflədi. Bunu taxım ki, qutarmasın, kitabı oxuyayım. Bu səfəni qutarım. Əsir edilmək, yəni mən istəyirəm, mən əsir olam. Buna deyir, əsir edilmək. İstəyən bir millət, Avropa mədəniyyətinin dışında sayılan bir millət deməkdir. Belə bir millət ki, o kapitülasyonlar qoyulub üstünə, siyasi baskılar var üstündə və özü də istəyir əsir qalsın belə bir millət. Çünki məsələn bizim Azərbaycanda biz istəyirik əsir qalaq mütəəssifanə. Dedim biz, çarəmiz Fars şiəlığından qurtarmaqdır. Birinci bizim, çünki bizim dil və millət istemarımız, müstəmiri olmağımız din müstəmiri olmağımızdan gəlir. Bunu mən qabaqca açıqca demişəm, indi demağa bunu görmürəm. Japonlar Avropalı bir millət saydıqları, Japonlar o zaman deyirəm ki, 1-ci Dünya Savaşında da var idilər, ya 2-ci Dünya Savaşında. Fikrim 1-ci Dünya Savaşında idilər, onlar da xəsarət verirdilər. Japonlar Avropalı bir millət sayıldıqları halda, deyir ki, Japonlar nəhayətdə çeniblər bir Avropalı bir millət sayılırlar. Yəni mədəniyyətləri aldılar. Biz seriallarda görürük, onlar Kiminoji-lər filan, nə biləm, Samuro, bunlar tarixdir yazırlar, oynurlar. Japonda belə bir şey görməzsiniz. Japon əvvəl kopikarlıq, sonra miniatürlük. Yəni onların, məsələn, baxın, Amerikada siz libas-şuyu görməzsiniz ki, həm yuva, həm sıxa, quruda. Bu Japonun işidir. Japonlar gələ miniatür elədilər. Yəni onu keçildilər, ikisini qatdılar bir-birinə, bir teknoloji düzəltdilər. Eləyə bilirlər, Amerikalılara da satalar. Çox da bahadır Amerikada. Ya elektrik süpürgə. Yəni carbərgiç deyilir ha, elektrik süpürgə. Elektrik süpürgə məsələn siz səssizin ya kiçiyin görənməzsiniz Kanadada, Amerikada. Hamısı böyükdürlər. Və bahadırlar. Yəni Japonunki yap bahadır məsələn. Məsələn, Amerikalının üçün alarsan $90, Japonun üçün alarsan məsələn $250, $400, $500. Bu qədər. Japonlar Avropalı bir millət sayıldıqları halda, yəni indi deyir ki, Japonlar bir Avropalı millət sayılırlar, qərbi bir millət sayılırlar. Niyə? Çünki oranın mədəniyyətini alıblar. Bir halda, biz indi hələ Asiyayı bir millət sayılırıq. Bizə deyirlər Asiyayı geri qalmış millət. Bunun nədəni də Avropalı mədəniyyətə tam bir biçimdə girməyişimizin girməyişimizdən başqa nə ola bilir? Deyir, bu ki, bizə bunu deyirlər, bunun səbəbi də Avropa mədəniyyətinə tam bir biçimdə, tam bir kamil şəkildə, biçimdə girməyişimizdən, yəni mənfi, girməməkin mənfisi girməyişimizdən başqa nə ola bilər ki? Bundan girməməkdən başqa nə ola bilər? Yəni biz onu hala almamışıq. Japonlar dinlərini və millətlərini qorumaq şərti ilə Batı mədəniyyət girdilər. Bəs Japonlar dinlərin ki, məsələn, onlar şahların Allah bilirlər. Məsələn, ya Allahın nümayəndəsi bilirlər. Kaş biz də Qacarlar dövründə ki, Sultan Nasiriddin Şah başladı şeyləmək, kaş biz də onu Allah bilirik. Bir dinə inanıyorduk ki,
Türk şahın Allah biliydik. Və millətlərinin qorumaq şərti ilə və millətlərinin yəni varlığını qorumaq şərti ilə Batı mədəniyyətinə girdilər. Japonlar Batı mədəniyyətinə girdilər. Bu sayədə hər qonuda Avropalılara yetişdilər. Bu sayədə hər qonuda, yəni hər sahədə, hər mövzuda, hər elmdə, hər texnikdə Avropalılara yetişdilər. Japonlar belə yapmaqla dinlərindən, milli kültürlərindən heç bir şeyi qayb etmədilərmi? Deyir ki, Japonlar belə yapmaqla, yəni Avropalılara, Avropa mədəniyyətinə, yəni texnolojisinə girməklə dinlərindən, milli kültürlərindən heç bir şey qayb etdilərmi? Bir şey onlar deyir, itirdilərmi? Soruşur ki, bunlar getdilər o mədəniyyətə girilər, bir şey itirdilər dindən və milliyyətdən. Baxaq şuraq, asla deyir, heç dinlərini də itirmədilər, mədəniyyətlərini də şeylərini də, millətlərini də itirmədilər. O halda, deyir, əgər Japonlar itirmədilər, o halda biz nə üçün duraq sayırıq? Duraqsa, durmaq bilirik da nədir? Yəni, durmaq. Duraqsaq, durmaq yeri. Məsələn, İslah utubusa duraq demək olar. Duraq. Duraq sayırıq, dur aqsayırıq. Durmaq bir şey, aqsamaq bir şey. Aqsamaq nə demək? Farslar ləngi deyirlər. Ləngidən. Çolaq kimi yerləmək. Duraq sayırıq. Niyə deyir ki, biz həm dururuq, həm aqsırıq. Yəni, şək gelirik. Diqqət buyurun, duraq sayırıq iki kəlmədən biridir. Durmaq və aqsamaq. Duraq da dedim ki, yəni durağın özü də yəni isqah, məsələn, durmaq yeri də duraq. O yer ki, durursuz. İndi duraq sayırıq, yəni tərdid edirik, şək gelirik. Niyə biz şək gelirik? Niyə biz, əgər Japonlar başardılar, biz niyə şək gelirik, getmirik? Biz də türkçülüyümüzü və müsəlmanlığımızı qorumaq şərti ilə Batı mədəniyyətinə kəsin olaraq girməmizmiyiz? Girəməyizmi? Üzr istəyirəm. Girəməyizmiyiz? Deyir ki, biz türklər də türkçülüyümüzü və müsəlmanlığımızı qorumaq şərti ilə Batı mədəniyyətinə kəsin olaraq, kəsin yəni qəti olaraq girəməzmiyimiz? Deyir ki, əcəba, sual soruşur. Girəməzmiyimiz, yəni girəməz, yəni girməmək mənfisidir. Mi soru əlamətidir. Girəməzmi, yəni biz eləyə bilməkdirək. Yiz, yəni bizlər. Bizlər də girə bilmərik Batı mədəniyyətinə. Batı mədəniyyətinə girməməyə başladığımız gündən bəri dəyişdiyimiz şeylər incələməliyim. Deyir ki, o gündən ki, çalışdıq, Batı mədəniyyətinə girməyək. Batı mədəniyyətinə girməməyə başladığımız, o gündən ki, çalışdıq, başladıq ki, Batı mədəniyyətinin qabağında müqavimət eləyək, girməyək. O gündən bəri dəyişdiyimiz şeyləri, nə şeyləri dəyişdirmişik? İncələməliyim. Onları incələməliyim, yəni incələməliyim. Həm özüm incələməliyim, həm sizlə bərabər. Baxalım, yəni hamılıqda baxalım, baxaq. Bunlar arasında dinimizə, millətimizə aid şeylər var mıdır? Görək o şeylər ki, dəyişiblər. Onların içində bir şey var ki, bizim dinimizə və millətimizə aid ola. Məsələn, Rumi təqvimi buraxaraq, Rum təqvimini buraxaraq, bunun yerinə Batı təqvimini aldıq. Deyir ki, Batı təqvimini aldıq. Hicri şəmsini buraxdıq. Yerinə nə aldıq? Rum təqvimini aldıq. Yəni şey təqvimi, Batı təqvimini aldıq. Yəni miladi. Rumi təqvim bizim üçün qutsal bir şey midir? Əcəba Rumi təqvim ya Şərq təqvimi qutsal mıdır? Məsələn, Peyğəmbərin köçmə ili bizə müqəddəs midir? Məsələn, onun əsasında illəri sayaq. Məsələn, bunu ili saymaq önəm daşımır, amma bunu soruşum da, mən soruşum. O dediği Rumidir. Rumi təqvim, məsələn, bizlər qabaqcan, hətta demirdik ki, məsələn, Cəmadül əvvəl, Cəmadül sani, nə bilim, Rəməzan, Şəban. Onun yerinə özümüzün bir ilimiz var idi. İran deyən şeydə Şəmsi sonra oldu.
Yəni biz Səfəvi dövründən bu günə qədər, hətta ondan qabaqdan belə deyək, Qəznəvilərdən bu günə qədər biz şəmsi dediyimiz təqvimi işlətmirdik. Hicri dediyimiz, məzərət istəyirəm. Hicri dediyimiz təqvimi işlətmirdik. Yerinə türk təqvimini işlədirdik ki, onların adı Cəlaliyyə təqvimi idi. Ki, o da Sultan Cəlaləddinin zamanında yazılıbdı. Yəni bilirsiniz də bunun serialında oynurlar, Türkiyədə gördünüz ehtimalə. Rumi təqvim bizim üçün qutsal bir şey mi idi? Əcəba o təqvim bizim üçün qutsal idi, müqəddəs idi, qutsal müqəddəs. Rumi təqvim Rumlara, yəni Bizanslılara aiddir. Rumi təqvim deyir ki, Rumlulara. Türk təqvimi də ki, biz işlədirdik, bu da türklərə aid idi, yəni Səlcuqlara. Bizanslılara aid idi, yəni onların malı idi. Bizim malımız da aid olmaq, yəni mal olmaq. Bunu qutsal lazimsə, deyir, əgər belə bir təqvim qutsal olsa, müqəddəs olmaq lazimsə, onlar qutsalmıdılar. Deyir, onlar da mənə qutsaldır. İndi məsələn, hətta deyək ki, Həzrəti Məhəmmədin hicrətindən deyək ki, ili sayırıq. Əcəba, bu ili saymaq müqəddəsdir? Yox. Həzrəti Məhəmmədin doğrusunu desəm, heç kəs bilmir ki, Həzrəti Məhəmməd neçinci ilində Peyğəmbər olubdur. Ömrünün neçinci ilində. Çünki o zamanlar xeyr, belə 100 il bundan qabaqacan insanlar ömrü sayanmırdılar. Yadlarından çıxırdı. Deyirdilər ki, filan kəsin ölümündən məsələn bir belə il keçir, yadlarında deyil ki, dəqiqən belə il keçib ya yox. Xüsusən ərəb məsələsində, diqqət buyurun, ərəb ili fırlanar. Yəni, diqqət buyursaq, Məhərrəm bir il qışa düşər, bir ayrı zamanda görərsiniz, yayın ortasına düşər. Oruçluq bir il qışa düşər, bir zamanlarda görərsiniz ki, yayın yap 45-inə düşər. Fırlanan bir il, pəs müqəddəs deyil. Ərəstunun dilici, dəlilci, beləsə olacaqdır, fikirləyirəm. Ərəstunun dəlilci olacaqdır. İstidlali məntiqini biraxaraq Descartes ilə Bakonun məntiqini və bu məntiqdən doğan metodolojiki almanın dinimizə və kültürümüzə nə zərəri olardı? Deyir ki, Ərəstunun məntiqini buraxdıq. Məntiqi ki, Ərəstudan indi mədrəsələrdə bizə danışqaqda belə təəssüflə indi bizim danışqaqlarımızda, İranda deyən danışqaqlarda indi məntiq deyəndə məntiqi Ərəstunu bizə öyrədirlər. Fəlsəfə deyəndə də Ərəstu, Əflatun, bunların fəlsəfəsini bizə öyrədirlər. Deyir ki, onu buraxdıq. Bu məntiqdən doğan getdik, kim deyir? Descartes-ın, Bakonon adlı bir şəxsin məntiqini qəbul elədik. Və bu məntiqdən doğan, deyir ki, bu Bakononun və Descartes-ın məntiqindən doğan, vücuda gələn metodolojiki, o yol yöntəmi, metodolojik, türkçəsi yol yöntəmdir. Yol yöntəmi almanın dinimizə. Deyir ki, bunu aldıq, bunun yol yöntəmini aldıq. Bunun almasının, yəni bu aldıq da indi deyir Descartes-ın və Bakonun. Deyir, bu Bakonun məntiqini almaqla dinimizə və kültürümüzə nə zərəldəydi? Hangi zərəli var? Əski astronomi. Qədim astronomi, yəni göy, uzay. Göy, uzaydır türkçə. Uzay bilimi, əski astronomi. Əski deyirlər göy sütarəşünaslıq farsça deyirlər. Əski astronomi yerinə yeni astronomini. Əski ulduzlara baxırdılar. Biz də indi yenisini aldıq, yeni şəkildə baxırıq. Yəni təzə Avropalılar nə cür baxırlar, biz də o cür baxırıq. Məsələn, onda deyirdi, əskidə deyirlər ki, aylar, yerlər, göylər, günlər filan hamısı yerin dövrəsinə fırlanır. İndi deyir ki, yox ağa, yer hamısı fırlanır, yer də onların içində fırlanır, yer günün dövrəsinə fırlanır. Günü özü də mənzuməsi ilə, səyyarələri ilə, filanları ilə fırlanır bir ayrı bir şeyin dövrəsinə. Məsələn, əski fiziki qarşı yeni fiziki. Əski fizikə qarşı, əski fizik nə idi? Elmi fizik. Onun qarşısına yeni fizik aldıq. Əski kimya, şimi. Əski kimya qarşı yeni kimyanı, fiziki aldıq. Deyir ki, almaqla nə qayb edəriz? Deyir, taza bir, nə qayb edəriz? Məsələn, şiminin, taza bu şimi qabaqçı şiminin yerində olanda. Bu fizik qabaqçı fizikin, bu riyazi qabaqçı fizikin, bu teknoloji qabaqçı teknoloji. Deyir ki, nə qayb edərik?
bizim dinimizin harasına zərər dəyər? Əlbəttə ki. Juvolojiye, botanikə. Deyir ki, indi bilmirəm bu juvoloji nə mənədir. Juvoloji fikir edirəm ki, dostlar, heyvanşünaslıqdır. Bağ vəhşə zoo deyirlər. Zooloji, ehtimalən Fransa'dan aldığı üçün zooloji deyir. Yəni, bağ vəhşünaslıq. Bilirsiniz ki, bağ vəhşünaslıq, yəni heyvanşünaslıq. Botanik, bu bitki elminə botanik deyilir. Aid əski kitablarımızda nə qədər bilgi bilmək imkanımız var. Deyir ki, əski kitablarımızda, köhnə qədimi kitablarımızda heyvanşünaslığa görə, ciyah deyək farsça, bitki tanımağa görə nə qədər məlumat bula bilərik, elmi, bilgi, elmi bula bilərik. Doğuda bulunmayan biolojini. Deyir, doğuda, şərqdə biyoloji yox idi, bioloji, həman biyoloji. Deyir, biyoloji ya bioloji, bədən, can, insanın canını tanımaq. Deyir, şərqdə nə qədər bu haqda şey var, məlumat var. Baxın, şərqdə insanın və ölünün canına təşrih eləmək olmaz, beləsi deyim. İslamda da bilirsiniz, əgər ölünü təşrih eləsəz, sizi müqabilə bilirsinizlər. Yəni, bir ölünü, bir müsəlman ölünü, xüsusən əgər siz tiği ilə ya cərrahlıq eləyəsiz, görəsiz ki, bunun ölmək səbəbi nədir? Ailə başı nayrahan dolar, sizi qısasa dəvət eləyə bilərlər. Və ha belə sizi müttəhəm elərlər ki, ölülərə tohin eləmişsiniz. Bundan dolayı bu şərqidə, müsəlman şərqidə xüsusən ölüləri siz, yəni biyoloji sıfır həddində idi. Bunu istəyirəm açıqlayam. Deyir ki, hara gəldik, yetişdik? Biyolojini, bəli, biyolojini oxuduq. Biyoloji bizə nə qədər imkan verə bilərdi? Doğuda bulunan biyoloji, şərqidə olan biyoloji, psixoloji, rəvanşünaslıq, sosioloji, camiəşünaslıq batıdan almaq zorunda deyilmiriz. Deyir ki, bizə bunlar yetməz daha. Camiəşünasi, rəvanşünasi, nə bilim, hər nə mənə. Deyir, bunlar batıdan almaq zorunda deyil miyiz? Sual soruşur. Yəni, məcbur deyilik, bunlar oradan alaq. Öncələri, yəni geçmiş, əski bilimlərimizin hamısını Bizansından almışdıq. Deyir ki, qabaqcında demişdə bizim fəlsəfə, məntiq, canəvərşünaslıq ki, İranda deyirlər, heyvanşünaslıq. Hər nə mənə ki, elmi var idi, deyir, bunların hamısını biz hardan almışdıq? Ərəblərin vasitəsilə, tərcümə vasitəsilə ərəblər almışlar və biz də ərəblərdən və onlardan, Yunanlılardan, Romlulardan almışdıq. Tamam. Əski bilimlərimizin hamısını Bizansıdan, Rumdan almışdıq. İndi Rumların bilimlərini Avropa bilimləri ilə dəyişdirirsək, din və milli kültür baxımından nə qayb edəriz? Deyir, əgər biz indi Rumlulardan aldıqlarımızı indi gələk Batılılara, Avropa, Amerika ilə dəyişdirsək, din və milli kültür baxımından bizə nə zərər dəyər, nə qayb edərik, nə əldən verək. Qayb etmək ərəbcə sözdür. Bu olub deyir, türkçədə qayb deyilir. Bu örnəklər, bu misallar, misallar istənildiyi qədər uzatılırsa, görünür ki, Doğu mədəniyyəti adına buraxacağımız şeylər yalnız Bizansıdan aldığımız şeylərdir. Deyir, bu misalları ki vurdum, bu misalları nə qədər uzatsaq, nə qədər misal desəz ayrı riştələrdən gətirsək, vursaq, uzatılırsa, uzatsaq, çoxatsaq, görünür ki, Doğu mədəniyyəti adına, Şərq mədəniyyəti adına dediyimiz, ya Türk mədəniyyəti adına dediyimiz buraxacağımız şeylər ki, buraxa bilərik, buracağımız, məcburuq buraxaq, bu şeylər yalnız Bizansıdan aldığımız, yalnızca
ərəblər vasitəsilə Bizansıdan aldığımız şeylərdir. Bu durum açıq bir biçimdə ortaya qoyulursa, əgər bu vəziyyəti, bu durumu açıq, aydın bir biçimdə, bir vəziyyətdə ortaya qoyulursa, yəni mən və siz və hər kəs qoyulursa, yəni məcsuldur ki, hər kəs qoysun. Və qoyulursa ortaya, Doğu mədəniyyətini buraxaraq Batı mədəniyyətinə girməmiz artıq kimsə içdənliklə qarşı gəlməz. Deyir ki, bunu qoysaq, daha Doğu mədəniyyətini buraxıb Batı mədəniyyətinə girməmizə artıq daha digər əlavə heç kim içdənliklə, yəni içindən, adamın içindən baxar deyər ki, bu riyaziyyat, bu əxlaq belə mənim əxlaqım deyil. Bu əkinəcək elmi mənim əkinəcək elmim deyil. Bu heyvan saxlamaq elmi mənim deyil. Tamam, mən yenisini alın bunların. Ağa, niyə biz gedirik köynəyimiz, maşınımız, evimiz xarab olanda dəyişdiririk və s. Mobilmanımız xarab olanda dəyişdiririk, amma bunları dəyişdirmək istəmirik. Əziz dostlar, icazə buyurun elə burada qutarım. 48-ci səhvəyə yetişdik. Elə burada qutarım. Yarın bu bəhsi kitabı oxuyaram. Sağ olun, var qalın, hələlik.